Biz xəbərin bu yerində biraz ölkədən kənarlaşacağım. Çox uzağa yox təbii ki. Soydaşlarımızın yaşadığı Marneolu'dan xəbərimiz var. Bu rayonda sakinlərin adına içməli suya görə xeyli məbləğdə borc yazılıb. Əlaqədar qurumsa su pullarını yığan şəxsin səhlənkarlığının sakinləri çıxılmaz vəziyyətə saldığını bildirir. Marneolu rayonunun Axundov və Bakı küçələrinin sakinlərinin narazılığı son günlərdə onların ünvanına gələn içməli suya görə borcun miqdarıdır. Sakinlərin sözlərinə görə istifadə etdikləri suyun pulunu gecikdirmədən ödədikləri halda adlarından xeyli miqdarda borc yazılıb. Keçən ay onlar verdim. İndi ondan 5 gün sonra getmişim 67 lərgən üstə gəlib üstəlik ki 67 borcum var. Hər ayda vermişim. İndi gəlib 145 ları mənlə pul. Deyir, yatırtmalısan bu pulu. Bir dəfə gəlib bir ildə çox çıxıb, baxmayıblar, havadan yazıb götürür, bizdən pul yığırlar. Abonentlərin deməsinə görə yerli su idarəsindən onlara bildirilib ki, indiyədək ödədikləri su pulu sayğacan göstəricinə uyğun olmayıb. Gəlir Çöçikovlar, Çöçikə baxmırlar. Öz yanına gətirib 18 ları, 3 ları, 7 ları, 8 ları, 55'də bir yatızırmışam. İndi gəlib Çöçikə onu çıxardıblar. Biri gəlib gerkini yox. Çöçikə sən küzlər yazır, hər ayı ödəməlisən. Mən də pensioner adamam, ben heç ödəyə bilmirəm. Hər ay mənim Çöçikovsamı, gəl, bax, nə yazıb verin. Marneolu Su Kanal İdarəsinin texniki meneceri Rövşən Babakiyev problemin həmin ərazi üzrə su pullarını toplayan idarə əməkdaşının səhlənkarlığı üzündən yarandığını bildirdi. Получилось так, что на этой улице у нас работал... Bizim bu küçələrdə inkassatorımız çalışırdı. Həmin inkassator təxminən 3 ay boyunca abonentlərin istifadə etdikləri suyun miqdarını sayğacların üzərində yoxlamayıb və suyun sərfiyyat miqdarını olduğundan az yazıb. Sonuncu aylarda ərazidə yoxlamalar aparılan zaman sayğacların üzərindəki əsl rəqəmlər üzə çıxdı və bundan sonra əhali tərəfindən narazılıq yarandı. У них возникло недоразумение с инкассатором. Rövşən Babakiyev onu da əlavə etdi ki, təxminən bir il öncə quraşdırılan 100 lari dəyərində sayğacların pulunu tam ödəməyən ailələr var və sayğacdan qalan məbləğ də bu borcun üzərinə əlavə olunub. Müsahibin sözlərinə görə əhali üçün edə biləcəkləri yeganə güzəşt göstərilən məbləği hissə-hissə ödəmə imkanı yaratmaqdır. İdarə əməkdaşı adı çəkilən küçələrin digər problemi olan nasaz su borularının 1956-69-cu illərdə çəkildiyini və yenilənməli olduğunu bildirdi. Onun sözlərinə görə şəhərin müəyyən hissələrində başlanılan xəttiyinləmə işinin artıq 30% yerinə yetirilib və plana uyğun olaraq sözgedən küçələrdə də su boruları yeniləri ilə əvəz olunacaq.